Salam dəyərli izləyicilərim, bu günləri sizlərlə ən gözəl, ağızda əriyən qozlu kətənin hazırlanmasını paylaşıram. Əvvəlcə 200 ml stəkanla 4 stəkan yarım unu ələkdən keçirdirik. Daha sonra 250 qram soyuq kərə yağını sürtkəcin iri gözündən keçirdib əllərimizlə umac halına gətiririk. Ortasından oyuq açıb 2 ədəd yumurtanın birinin sarısını ayırırıq sonda üzərinə çəkmək üçün və bu yumurtaları bura əlavə edirik. Üzərinə də 1 çay qaşığı duz, 1 xörək qaşığı şəkər tozu, 1 paket qabartma, 1 paket vanil və 200 ml stəkanla 1 stəkan soyuq süd əlavə edib xəmir yoğururuq. Xəmir biraz ələ yapışan alınmalıdır və xəmiri ən azı 2 saat soyuducuda saxlayırıq. Bu arada içliyi hazırlayaq. 2 stəkan xırdalanmış qozun üzərinə 1 stəkan şəkər tozu, yarım çay qaşığı hil əlavə edib qarışdırırıq. Masaya biraz un əlavə edib xəmiri 2 bərabər hissəyə kəsirik. Siz 3 və ya 4 hissəyə də kəsə bilərsiniz. İçliyin yarısını əlavə edib yayırıq və kənarlardan biraz məsafə qoyuruq ki, içərisindən içlik dağılmasın və rulet şəklində burub kənarlarını birləşdiririk. Üzərinə yumurta sarısı çəkib çəngəllə də belə bir xətlər qoyuruq və ürəyiniz istədiyiniz kimi kəsə bilərsiniz. Mən belə bir formada kəsdim və ikinci xəmirlə də eynisini edirik. Dəyərli izləyicilərim, bilirəm ki, bir çoxlarınız bu kətəni qatıqla və ya xama ilə hazırlayırsınız. Elə mən də həmişə elə hazırlayıram və bu dəfə dedim ki, südlə hazırlayım. Nəticə o qədər möhtəşəm alındı ki, sizlərlə də paylaşmaq qərarına gəldim. Sobanı əvvəlcədən 180 dərəcədə isidib, kətələri qoyuruq bişməyə. Məndə yarım saatə bişib hazır oldu. Və budur dostlar, qozlu kətələrimiz hazırdır. Tam olaraq soymasını gözlədim. Çox gözəl, yumuşaq, ağızda əriyən kətələr alındı. Əgər videomu bəyəndisə, like edib kanalıma abunə olmağı da unutmayın. Gələn videolarda görüşənədək inşallah hələlik.